Respublika çempionu oldum. Boksdan. Hə, boksdan. 2000, 2001, 2002, 2003-cü illərdə də Bakı çempionu oldum. 4 dəfə. Həmin vaxtlarda da elə bil ki, çempion olandan sonra elə fikirləşirdim ki, elə qavama çıxan ola bilməz. Yəni, belə adamlar da açığın deyim, çöl bayırda biraz gözə dəyimli adamlar olurlar. Məktəbdə zaten şərəf lövhəsində zaten boksdan şəklimiz adı, qram otamız adını asmışdılar. Nəsə istifadə edirdin bu vaxtlarda? Hə, istifadə edirdim. 9-cu sinifdən sonra nəşə çəkirdim. Yəni, açığın deyim ki, o çöldə avara uşaqlar hansı ki görürdük, eləyirdik. Biz də içimizdən gəlirdik ki, yəni, belə şeylərdə bu, kimlər ki bu Varavskoydadır, kimlər ki bu temanın içərisindədir, bunlar çəkirsə demək elə belə olmaq lazımdır, çəkmək lazımdır, bu şeydən istifadə eləmək lazımdır. 22 ilə yaxın nəşə çəkdim, yəni açığım deyim. Razində elə bil ki, belə deyək də, haraya gedirdik, orada dava dalaşla, ağlımızla açıq halıydı. Çünki başım da işləyirdi, yaxşı da oxuyurdum. 11-ci sinif qutarandan sonra gelib Cəmi Cümlətən imtahanda yarımca saat oturmuşdum. Yarım saat bildiyimi yazmışdım. 430 bal toplamışdım. Elə bir 10-30 neçəsisə çıxılmışdı şeyə. Adı nədir? Səhv düz aparayan söhbətlər vardı. 399 balla köhnə San Marino deyirlər. Sonradan ABO oldu. Oranın elə bil ki, vergi fakültəsinə qəbul olmuşdum. Vergi işin təşkili və idarə edilməsinin inzibati idarə etmə fakültəsinə. Həmin periodda da məktəbdən məndə belə bir fikir formalaşmışdı ki, məktəbdən də biz gəlirdik elə bil kriminaloqa da meyilli idik ki, fikirləşirdik ki, yəni zona periodda cəza göndərmək lazımdır. Zonda qardaşlar var, onlara grev göndərmək lazımdır. Başlayırdı orada burada pul, para, zad ondan bundan almağa. Sonra bu temalar məndə institutda baş verdi. İnstitutda birinci kursda böyük bir 4-cü kurslarla söhbətim düşdü. Ofşum, razım, bütün hər yeri tökdüm idmançısı uşaqların zadına. Elə oldu ki, oranın böyük rektora kimi getdi söhbət çatdı. Mənə qayıtdılar, dedilər, get 4 ildən sonra gələrsən bir də. Dedim, mənə danışırsan? Yox, mən elə 4 il burada oxuyacağım, gəlib gedəcəm burada. Öz başımla girdiyimə görə mənə heç nə dəmməyirlər. O vaxtı biraz başqa yollarla girmək zat da var idi axı mənim universitetdən yəqin ki. 4 ildə bax elə o institutdan, yaxşı olan söhbətinlə, kimlər yaxşıdır, özünü tanıyanlardır, vinimaniya eləməlidir ortalığa, belə elə pul para göndərir, eləyirik. Eləyən də var idi, hə? Hə, var idi, əlbəttə ki, var idi. Yəni, gəlirdilər, elə bil ki, bizim görürdülər ki, kurğumuz bərk kurğudur. Yəni, bizə yaxın olmaqdan ötürü, bizim ən azından içimizdə görsənməkdən ötürü, biz ona ən azından bu yaxşı qardaşdır deməkdən ötürü, bu içəri pul göndərir, belə elə. Bu şeylərə görə ən azından gəlirdilər. Və gəlirdi, biz demədən də elə oldu, gəlib deyirdilər ki, qardaş alam, misal üçün, biz bu qədər temalar olub əlimizdə. Əsgərlikdən gələndən sonra bu vergi işə qəbul olmaq var idi. Bir period. Deyirdilər ki, imtahan verirsən, vergi işə girirsən. Gələndən sonra başımda bir dənə onu qoymuşdum ki, mən öz başımla geyib instituta girməliyəm. Nəysə, hazırlıq zat biraz özümü hazırlaşdırdım bu verginin qanun kitablarından, hansı ki suallar düşəcək, o kitablarla hazırladım. Bir məsələ oldu, bir qarma-qarışıqlıq oldu da belə deyək, qardaşımın üstündə bir toy var idi. Böyük qardaş var idi, onun xalası oğlunun toyuydu. Onun elə bir toyunun şadlığının qabağında 2 nəfər məndən də böyük yaşda oğlanlar qardaşıma atmışdılar. Bunların ikisini də çıxdım, yəni mənim arxamda da bütün toy çıxdı da, bütün toydakı dostlarım çıxdı. Çıxanda çölə yəni qayıtdım, dedim ki, heç kim girişməz. Yəni bizimkilər, bizim ətrafımdakı uşaqlar, mən bilirdim ki, yəni onu sən də məni bağışda da deş-deş eləyəcəklərdən, yəni hamının üstündə qurucu olmayıq. Yəni həmin atmosferdə biz toy deyilən bir şey olanda, yəni mənim içimdə bir kalovka nə iş olmalı idi. Yəni mən toya belə gedirdim də, yəni.
Həmin o iki qardaşın ikisini də vurdum. Aləm dəydi bir-birinə. Nəysə burada problemlər belə gəldi. Mən çıxdım, getdim buradan. Və birinci imtahandan da keçmişdim vergilə, ikinci imtahan qaldı belə. İkinci imtahandan elə bir keçməyimə bir həftə, ikinci imtahanın vaxtına bir 10-15 gün qalmış, mövcud buradan qaçaq düşdüm. Və çıxdım, getdim Odessaya. Moskvaya getdim. Moskvada adam vurdum, belə deyək də, nə sözümüz düz gəlmədi. Mən haraya getmişəm, yəni orada demişəm ki, qardaş, yəni burada kimdir, yəni ortalıqda olan uşaqlar, kimlərdir, yəni mən də varam burada. Yəni artıq o vaxta kimdir ki, böyük qardaşlarla da sivas var idi, tanışlıq var idi, yəni bilirdik, bəlkə mən də varam, mən də bu işlərin içərisindəyəm. Özüm də yəni çox ürəkli idim, yəni bu kriminal aləm elədir ki, yəni ağlınla olub, ürəyin olmasa, yəni ürəyin olmadığına görə, yəni səni məhv eləcəklər,